əməkdaşlıq etdiyimiz bir çox universitetlərdə həm universitetdə ola praktikada iştirak edirlər, eyni zamanda universiteti bitirdikdən sonra da onlar müxtəlif şirkətlərdə çalışa bilirlər. Yəni elə o ölkənin özündə. Bəli, çünki o universitetləri bitirən yüksək səviyyəli hal-hazırda Audi, Nestle və digər beynəlxalq şirkətlərdə çalışırlar Avropa ölkələrinin təhsil olan tələbələr. Eyni zamanda başlıca olaraq Türkiyəni, qardaş ölkəni təklif edə bilərəm ki, göstərə bilərəm ki, Ostim Texnik Universitetidir ki, ilk sənaye universitetindən biridir ki, nəzəriyyə ilə praktikanın bir yerdə olduğu universitetdir. Yəni tələbələr təkcə dərslə kifayətlənmirlər. Dərslə bərabər onlar müəyyən bir 15 gün praktikada olurlar, 4-cü kursun sonunda, 2-ci semestrində full praktikada olurlar. Yəni sənayenin tam ortasında yerləşir, belə deyim, Ankaranın mərkəzində. Eyni zamanda İstanbulla nisbətən Ankara daha uyğundur, daha təhlükəsizlik şəhəridir. Yataqxana qiymətləri də daha uyğundur tələbələrə. Qeyd etdiyim kimi, Ostim Texnik Universiteti də tam tələbələrin istədiyi, yəni həmçinin də valideynlərin istədiyi həm dərs, həm praktika. Yəni artıq birbaşa tələbə məzun olduqda birbaşa öz ixtisası üzrə peşəkar bir təcrübəçi kimi praktika artıq işə başlaya bilir.